Salam dəyərli izləyicilər, hər biriniz xoş gördük. Mən istədim. Bugün maşınları gətirmişəm Fagani Ustanın yanına. Maşının bir sıra işləri var, hansı ki aporlar dəyişməlidir. Qabaq aporlar yeyilməlidir, onları dəyişməliyik. Ondan sonra güzgülərin səhv eləmirəmsə motorunda problem var, dişlərində ya da problem var, onlar həll olunmalıdır. Ümumilikdə maşını gətirmişik, indi görək nə problemləri var, nələr düzəlməlidir. Fagani Ustanın yanında həll eləyəcəyik. Ətraflı çəkib göstərəcəm, maşının üstündə hansı işlər görülür. Xoş izləmələr. Təkarın başladı sökməyə. Ətraflı detallarını göstərəcəm. Təmizləməni. Təkərini çıxartdıq. Aporunun çoxu yeyilib, naziləşib. Sportları çıxardırıq, bunlar da rənglənəcək. Qəşəng bir şey çıxardacaq ortaya. Burada Fagani Usta bir şey tapdı, indi ətraflı öz başı salacaq. İçərisində kontrolün işıq yanmırdı, yəni nakladkanın işığı yanmırdı. Aha. Amma bugünkü gün biz aporunu açarkən, yəni supportu söktük. İndi hal-hazırda başlayırıq supportu sökməyə. Və nakladka sisteminə yaxından çək, mənim gözəl qardaşım. Buna baxın. Datsik nə vaxtsa buradakı aşağı indir qardaş. Bax, aşağı hissədə bax. Burada datsik olmalıdır. Bax bu. Bizim özümüzdə sistemimiz var. Sizə üçün burası göstərirəm. Bax bu şəkildə bax. Burada aporunda olmalıdır. Bax belə. Bunu ləğv eləyiblər buradan. Bu indi bizdə olandı, işlənmişdi. Belə plusla minusu vurublar bir-birinə ki, içəridə nakladkanın işığı yanmasın. Zəhmət olmasa mən ayırıram burada. Get bax, priboru çək. Görəcəksən nakladkanın işığı yandı. Bax, görək. Kodlayın bunu. Gəldi ha. Bu nakladkadır, bax. Bu belə bir işarə çıxır. Yo, şey işarəsi çıxır. Düzdür qardaşım. Deyə bax bu çıxır. Padreskanın tarazlığını tutmamaq üçün nakladkanı da göstərəcək. Bəlkə o menyuda çıxır. Menyuda kes. Yox. Okey göstərir. Bəlkə o birislərdə də elə deyə göstərir o. Ləğv eləyiblər də. Rusnoy, ayağı qoy torumuza, Rusnoy bırax. Yanır da mənim gözəl qardaşım. Deyir ha. Onu heç bilmirəm. Все, söndürün. Gördüyünüz kimi. Belə şeylər də çıxır. Maşını söktükcə düzəltməyə çalışdıqca. Mən bəzi ustalara vallahi, yəni söz atmaq kimi olmasa, mənim gözəl dəyərli qardaşım. Bunu da əyiblər buradan. Hansı ki bu bundadır. Baxız fəsadlarını nə günə qoyub. Bunu buradan cırıb çıxardıb, nakoniec sırğanı buradan zədəliyib və buradan da qolu. Sonra ki bir dənə çay iç, buradasan hələ. Sən də deyil, sən deyil. Rəqsi vurur. O sportlu da düzdür. Sportda da. Sportları çıxartdıq. Nakladkalar başda demək olar ki, dasikdən də içəri çox yeyilibdir. Yəni onu daha aydın bilmək istəyirsinizsə, dəyərli dostlar, bir dəqiqə. Bunu dasiki, yəni bir müddət sürmək olar. Çünki bunun üzərində dasik durur. Və bu yeyildikdə dasika komanda siqnal atır ki, buradan plus minusa toxunduqda
Priborda içəridə göstərir ki, yəni nakladka ucu tamamdır. Yəni bu dəmirə çıxanda üzərində yəqin ki, görsənir orada. Nəyə? Aha. Bu dəmirə çıxanda plus minusa toxunduqda, yəni ayrıldıqda bilinir ki, içəridə nakladka yeyildi. Yəni burada da heç nə qalmayıb başdışda. Heç nə. Bizə lazımdır sportlar. 2 ədəd support, 2 ədəd apornu, 2 ədəd ön nakladkalar, bir də gördüyünüz hansı ki pravadanı pinus minusa bağlayıblar ki, içəridə göstərməsin. Bir də nakladkanın dasiki lazımdır. Biz çayımızı çək. Xaqani usta deyir ki, bir şeydə bəxtin gətirdi. Yəni çox şükürlər olsun. Allah min şükür ki, yəni nə lifti, nə də səsi var. Stupzan podsimlikləri yaxşı vəziyyətdədir qardaş. Prosto üzəri təmizləniləcək yığılarkən. Pas tutmalar var. İnşallah. Onlar da əllə eləyər tapısını. Eyri olsun. Gözlü çoxlasın da ya. Burada çox nə var? Getdik. Aldıq, gətirdik bunları. Başlayırıq maşının üstünə yerləşdirməyə. Və kutu açılma eləyək. 525 efirdə. Deməli. Bu bizim təzə qolumuz. Nəsə bunu sən Stabilizator linki. Bu datsikimiz. Təzə datsik. Bunlar nakladkalar. 4 dənə. Əsas məsələ buradadır. O nə oldu? İki dənə də bomba kimi. Apor. Qolunu məşq eləməli ağırlıqda da. Arxalar da alırsan? Yox, ancaq arxa bax. Arxalar gələnlər. Deməli, maşına lazımdırsa aldıq, gətirdik, ucu başlayırıq dəyişmələrə. Gözlə. Başlayaq. Bayaq yuyub gətirmişəm. Çıxar. Bu nə idi? Stabilizator linki. Rezini cırılır. Özü əyilib. Oy da. Onu heç bilmirdim. Təzə sanı. Və burada korobkadır. Deməli, təzə aporumuzu qoyduq bura. Yavaş-yavaş yığırıq yerinə. Bu da qolumuz. Açaq qoyaq üstünə. Çətin çıxdı eləmdə. Məsələn, maşının üstünə oturmaq istəmir. Təptədir. Bu necə çəkim? Arxandayam ehtiyatlı ola. Məsələn, mən bunu çəkəməyəcəm, göstərəcəm axırda nəticəni. Bu da təzə nakladkalarımızdır. Təzə nakladkaları qoyuruq üstünə. Alavrat. Və ikincisi. Tərtəmiz. Təzə naxlaq. Təp-təzə. Kuptonlu balıq iyisi Ver verir. bir dənə. Şeylə. Mən telefonu saxlayın da. Çörəyə batır ye. Vay da. Kuptonlu balıq iyisi gələcək. Yığılıq nakladkaları. Ha, Sən ikisini də verim sən axı. Bunu o bir sayın ver. alsın. Korobkanı ver elə. Onları ucu sən bilirsən də. Biri belədir, biri belə olur. 60 mı? Ətraflı göstərəcəm. Elə mənim maşınım yığılırdı, bir dənə də 60 gəldi Xaqanın yanına. Onda radiatoru əyilmişdi. Onu düzəltdik, həll elədik. Elvin bir dənə əl elə. Onu da göstərim sizə. Narahat olma. İçərdən radiatoru əyilmişdi.
Deyəsən ventilyator idi da. Ventilator qırılır. Ventilyator qırılmışdı, fayk olan belədir. O da hazır. 2-dən 60 burada. Qarajdadır. Biri orada təkərlə, biri də burada radiatorla. Sol təkərlə, daha doğrusu sol apornu ilə işimiz qutardı, vidalaşırıq bundan. Gəl bu bir dənə gözlə, Made in German olmalıdır. De. Amma orijinal M5 disk. Fırra düzünə bax. At yerinə. Gedən oraya de lider əvəzi qoyasın. Bas ya. Sol tərəfimiz hazır. Keçirik yavaş-yavaş sağ tərəfə. Təkəri təzədən çıxartdıq çünki daçik qalmışdı, yadımızdan çıxıb. Yaxşı ki, tez yadımıza düşdü. Daçiki də qoyaq. Ondan sonra işlərimiz tamamlansın. Rola döndə. Bırax getsin. Koy yerə koy. Allah zarafat eləyir, hə? Bırax. Allah zarafat eləyir. Все, Hazırdır, bravo. bomba kimi. Sol təmiz. Dedik burada çətin açılar. Yerimiz dardı, çıxartdıq çölə. İndi sağ təkəri sökürük. İncə toxunuşlar. Abala yastığımı gətir. Burada da apornu yeyilib. Ən şey Belə göstərmələr var. demək olar bir şey qalmayıb aporunda. Videomu bəyənməyi, like eləməyi, kanala abunə olmağı unutmayın. Təşəkkürlər.